Biz onlar üçün, yəni iman əhli üçün, insanlar üçün imam təyin elədik, imam qərar verdik ki, o imam insanları bizim əmrlərimizə, bizim buyurduqlarımıza doğru hidayət eləsinlər, istiqamətləndirsinlər və onlara vəhy elədik xeyir işləri, gözəl işlər görməyi və onlara vəhy elədik namaz qılmağı, namaz öyrətməyi və zəkat verməyi ki, onlar bizim üçün abidlərdən olsunlar, ibadət əhlindən olsunlar. Yəni bu ayə bir ayədir ki, imamın cəmiyyətdə vəzifəsini müəyyənləşdirir. Çatdırır ki, imamın vəzifəsi nədir? Bir sürü insanlar var, deyirlər ki, Peyğəmbərdən sonra imamlar kim olmalıdır, nə bilim, xəlifə kim olmalıdır, başçı kim olmalıdır. Bu konuda müxtəlif mövzular var, yanaşmalar var. Qur'anın yanaşması budur ki, imam nədir? İnsanları ilahi hökmlərə doğru hidayət edən şəxsdir. Və bu imam kim olmalıdır? Bu sual çox önəmli bir sualdır. Və bugün dünyada müsəlmanlar arasında ixtilafın səbəbi bu sualın düzgün cavabının verilməməsidir. Hər kəs özünü yaxşı hesab eləyir, düz hesab eləyir. Heç kim öz ayranına turş demir. Bu atalarımızın məsəlidir, düzdürmü? Amma həqiqətin meyarı bizim Qur'anımızdır. Qur'an buyurur ki, imam kim olmalıdır? Allah Təbarəkə və Teala Qur'an-ı Kərimdə buyurur, Həzrəti İbrahimə buyurur. Buyurur ki, İnni ca'ilükə linnâsi imamə. İbrahimə deyir, Peyğəmbərə deyir. Diqqət edin, İbrahim Allahın Peyğəmbəri idi, bilirsiniz. Özü də ülul əzm Peyğəmbəri idi. Şəriət gətirən bir Peyğəmbər idi. İbrahim böyük bir Peyğəmbər idi. Allahın imtihan elədiyi Peyğəmbər idi. Ağır sınaqla imtihan elədiyi Peyğəmbər idi. Və iz ibtələ İbrahimə Rəbbuhu bi kələmat fəəmtəhunnə fəətəmməhunnə. Allah deyir, İbrahimi sınağa çəkdi, imtihan elədi və o imtihandan müvəffəqiyyətlə çıxdı. Yəni Allah öz Peyğəmbərin imtihan elədi. Niyə imtihan elədi? Birisi də hər bir imtihanın bir sonucu var, bir nəticəsi var. Adam instituta imtihan verir, yaxşı qiymət alsa neynir? İnstituta qəbul olur. Düzdürmü? Gedirsən şofirliyə oxumağa, imtihan verirsən, nə alırsan? Prav alırsan, düzdürmü? İbrahim niyə imtihan verdi bə? Allah cavabını verir. Deyir, İbrahim ki bu imtihanı verdi, Allah ona dedi ki, nədir? Qalə inni cailükə linnâsi imamə. İbrahim səni ümmətə, insanlara özdə imam qərar verdik. Baxın, insanlar deyir, İbrahimin ətrafına demir. Qur'an-ı Kərimdə müraciətlər var. Bəzi əməllər var ki, sırf möminlərə aiddir. Möminlərə deyir onu. Məsələn, deyir ki, Ya eyyuhəllədinə əmənu izə qumtumus salat. Ayənin dalı gedir da. Ey möminlər, ey iman gətirənlər, əgər ki o vaxt namaza durdunuz, vəxsulu vucuhəkum və əydiyəkum əla mirfaq. Yuyun üzvüzü və əllərinizi dirsəyə qədər. Vəmsəhu birusikum və ərculakum ilə kəbəyin. Məs çəkin başvuza və ayaqlarınıza topuğa qədər. Bu müraciət kimədir? İman gətirənlərə. İman gətirməyən namaz qılmır ki, dəstəmaz alsın. Düzdürmü? Baxın, bu ayədə iman gətirənlərin vəzifəsi müəyyən edir ki, namaza durun, namazdan qabaqda dəstəmaz alın. Ki, dəstəmazın da qaydasını qeyd edir. Bəzi vaxtlarda Allah kafirlərə müraciət edir. Qul yə əyyuhəl kafirun, la a'budu ma ta'budun. Ey Peyğəmbər, kafirlərə de ki, o ibadət elədikləri bütlərə ibadət eləməsinlər. Burada müraciət kimədir? Kafirlərə. Onları hidayət eləmək üçün. Amma burada nədir? Müraciət insanlaradır. İnni cailükə linnâsi imamə. Yəni, bütün bəşəriyyətə imam təyin elədik səni. Yəni, imam tək müsəlman üçün deyil.
İmam tək şiyə üçündür, tək sünni üçündür. İmam bütün bəndələr üçündür, bütün insanlar üçündür. Çünki din insanların kamalı üçün gəlib. Din insanları insanlıq öyrətmək üçün gəlib. Din gəlib ki, insan necə olmalıdır sualının cavabını versin. Müxtəlif vaxtlarda müxtəlif nəzər sahibləri olublar ki, deyirlər, yox, insan belə olmalıdır, insan elə olmalıdır. Cürbəcür təsəvvüf məktəbləri var, ideoloji məktəblər var, sosioloji məktəblər var, kapitalizm quruluşu vardı, sosializm quruluşu var idi. İndiki deyirlər, bu mövcud postmodern quruluşu var, belə deyək ki, cürbəcür quruluşlar var. Hamısı da güya insanları islah eləmək üçün gəlib, kamilləşdirmək üçün gəlib. Amma qısa müddət ərzində aradan gediblər. Düzdürmü? Amma imamət məktəbi gəlib ki, Allahın göndərdiyi dini insanlara çatdırsınlar, bizlərə çatdırsınlar. Özü də Allah deyən kimi çatdırsınlar. İndi İbrahim o imtihanı verəndən sonra Peyğəmbər imtihan verib imam olur. Baxın, deyirlər ha, imamətin məqamı nübüvvətdən, peyğəmbərlikdən üstündür, yəni bu. Bəziləri bunu anlamırlar ha, imam deyəndə elə 12 dən imamı nəzərdə tuturlar ha. Bu imamət məqamı elə bir məqamdır ki, Allah özü deyir Quranda ki, İbrahim peyğəmbər imtihan verəndən sonra onu nə elədilər? İmam elədilər. Allah dedi, sən indi imamsan, sənə imamət məqamı da verdik. Bəs imamın vəzifəsi nədir? Peyğəmbərin vəzifəsi vəhyi Allahdan alır, insanlara çatdırır. Nəbi, yəni çatdıran. Rəsul, yəni çatdıran. Ərəblər poçtalyona mürsəl deyirlər. Mürsəl, yəni çatdıran. Risalə məktubdur, mürsəl də nədir? Onu çatdıran. Peyğəmbərlərin də bir vəzifəsi nədir? Həmən bizim dilimizdə, loğru dildə desək, poçtalyon. Allahdan aldığı əmirləri insanlara çatdırır. Rəsul yəni bu. Rəsul yəni bu. Nəbi yəni bu. Bu nübüvvət ki, sona çatdı, bunun icrası olmalıdır. Yeni bir icra mexanizmi qurmaq lazımdır. Bunun adı nədir? İmamətdir. Allah bunu bəzi peyğəmbərlərə verdi, bəzi peyğəmbərlərə vermədi. O cümlədən İbrahimə bəyan elədi ki, səni imam təyin edirik. İbrahim nə dedi onun cavabında? Və qala, İbrahim dedi, və min zurriyyəti, ya Rəbbi, mənim evlatlarımdan da imam qərar verəcəksən. Yəni bu imamət özü bir monarxiya tiplidir ki, nəsildən nəsilə keçsin. Allah cavabında nə dedi? Buyurdu ki, qala ya la yanalu əhdəz zalimin. İbrahim, imamət oyuncaqdır, hər kəsə çata. Ürəyin kimə istədi verəsən. Bu Allahın ixtiyarındadır. Allah cavabında buyurdu ki, la yanalu əhdiz zalimin. Bizim əhdimiz zalimlərə çatmaz. Yəni zülm eləmiş insan imam ola bilməz. Yəni imamətin məqamı bu da, hər yoldan keçən durur, deyir ki, mən imamam, imam nə bilim filan kəs, imam nə bilim bəhmən kəs. Bunlar ayrı-ayrı şeylərdir ha. Söhbət ümmətin, millətin, xalqın, insaniyyətin idarəçiliyindən gedir. Bu imamdan gedir söhbət. Bunun məqamıdır nübüvvətdən yuxarı olan. Deyir, zalimə keçməz mənim əhdim. Əhd, yəni budur ki, müqavilə. İki tərəf bir-birinə müqavilə bağlayır. Bunun adı əhddir. Sənlə mən əhd bağlayıram ki, bu işi bir yerdə görəcək. Bunun bir tərəfi sənsən, bir tərəfi mən. İndi burada əhdin bir tərəfi Allahdır. Bir tərəfi kimdir? Deyir, zalim olmayanlar. Yəni zülm eləməyənlər. Bəs imamətin kim olduğu buradan ortaya çıxır. Allahın Rəsulü, Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurur. La yanalu əhdəz zalimin, yalnızdır mənə və qardaşım Əliyə məxsusdur. Niyə ya Rəsulallah? Buyurur ki, çünki biz heç vaxtı Allahdan qeyrisinə sitayiş eləməmişik. Səhabələr var idi, İslamı qəbul eləmiş müsəlmanlar var idi. Onların hər biri
Bütə sitayiş eləmişdilər. Cahiliyyət dövründə bütpərəst idilər. Amma Peyğəmbər zuhur eləyəndən sonra İslamı qəbul elədilər. Deməli, böyük bir müddətdə bunlar nə idilər? Bütpərəst idilər. Yəni, zülm eləyirdilər özlərinə. Onda da İslam var idi, ya. Yəni, Ərəb dünyası hamısı cahil deyil idi. Ərəbistan tarixinə biz baxanda, Peyğəmbər zuhur eləyəndə dünyada bir neçə din var idi. Bir neçə din. Məsələn, İudaizm var idi. Yahudilik dini. Həzrəti Musa'nın dini. Yahudilər ona sitayiş eləyirdi. Hristiyanlıq var idi. Məsihilik, Həzrəti İsa'nın dini. Hristiyanlar ona sitayiş eləyirdi. Bütpərəstlər var idi ki, özləri üçün taxtadan, daşdan büt düzəldib ona sitayiş eləyirdilər. Sabiinlər var idi, günəşə, aya sitayiş eləyirdilər. Dürbəcür dinlər var idi. Bir dənə də din var idi. Onun adı Hənif dini idi. Tək Allah dini. Adındır. Ayə var ha Quran-ı Kərimdə. Ma kana İbrahimə Yahudiyən və Nəsraniyyə və lakin kana Hənifən və Müslimə. İbrahim deyir, nə Yahudi dövrüydü, nə Nəsrani dövrüydü. O, Hənif dinində, yəni tək Allah bir müsəlman idi. İbrahim üçün deyir Allah. Deməli, din elə o vaxtdan gəlirdi. Peyğəmbər əleyhissalamın şəcərəsi də ki, İbrahimdən gəlirdi İsmail vasitəsilə Qureyşlərə, Qureyşdən Haşimilərə, Haşimilərdən də Peyğəmbərə. Bunların hər biri Hənif dinindeydi. Bunların hər biri Hənif dinindeydi. Yəni müsəlman idi. Peyğəmbərin atası da müsəlman idi. Babası da müsəlman idi. Əmsi də müsəlman idi. Onun ulu babası da onları Qureyş adlandırırlar. Onun adı Nəzər olub. Nəzər. Bəni Nəzir də deyirlər onlara. Nəzərlər hamısı müsəlman olublar. Tək Allah olublar. Çünki deyir, küfrün bətnindən nübüvvət doğula bilməz. Peyğəmbər doğula bilməz. Yəni, murdar bir şeyin içərisində pak şey ola bilər. Zaten mundar olar o. Ona görə də bu pak idi. Bəs la yəhdi, la yənəlu əhdə zalimin deyir nədir? Bizim əhdimiz zalimlərə yetişməz. Bəs imam kim olmalıdır? İmam pak bir ümmət olmalıdır. İmam pak bir ümmətin nümayəndəsi olmalıdır. Ona görə deyir ki, İbrahim mənim əmrlərim, mənim imamətim zalimlərə yetişməz. Bəs bu vəzifəni kim icra eləyir? Pak olan adam, məsum olan adam. İndi bu müqaviləni əhdi bağlayanın bir tərəfi Allahdır. Bir tərəfi kimdir? Pak adamlar, məsum adamlar, günahsız adamlar. Ona görə də nədir? Məsum olmayan insan imam ola bilməz. Məsum nədir? Məsum odur ki, nəinki əməldə, hətta zehində də günah eləmir. Zehində də günah eləmir. Günahı fikirləşə bilmir. Məsum yəni bu. Ona görə deyir ki, mənim əhdim yalnız kimədir? Zalim olmayanlaradır. İndi bu zalim olmayan insanlar gəlirlər neynəməyə? İmamət eləməyə. Bu imamətin də hədəfləri olur, vəzifəsi olur. Nədir imamın vəzifəsi? Məsələn, İmam Hüseyin əleyhissalam ki, onun əzadarlığına yığışmışıq. Düzdür mü? Niyə Kəlbəlaya gəldi bu? Şəhid olmağa, yoxsa hökumət istəyirdi hökumətə gəlməyə? Niyə gəldi? Hə? Şəhid olmağa. Sonra? İslamı yaşatmaq üçün. Sonra? İslam dinini tamamlamaq üçün. Sonra cürbəcür versiyalar var. Düzdür mü? Baxın, bir ən belə böyük kütlə deyir ki, İmam Hüseyin əleyhissalam Kəlbəlaya gəlmişdi ki, şəhadət şərbətini içsin, cəddi rəsula qovuşsun. Bu bir nəzəriyyədir. Bir nəzəriyyə budur ki, yox, İmam xuruc elədi, qiyam elədi ki, o zalim hakimiyyəti devirsin, Yeziddən hakimiyyəti alsın və xilafət-i İslamını qursun, yer üzündə ədaləti bərqərar eləsin.
Bir iddia insanda bunu deyir. Yəni dava hakimiyyət davası idi. Bunların heç biri deyirdi. Əgər imam deseydi ki, gedirəm şəhid olmağa və bilirdi ki, orada o şəhid eləyəcəklər, bunun geçseydi bu intihar olardı. Bilirsən ki, gedirsən, öləcəksən, öldürəcəklər səni, ölməyə gedirsən, ölməyə getmək intihardır. Hədəf bu deyir idi. Bir var, ölməyə gedirsən, bir də var, bilirsən ki, öləcəksən, gedirsən. Bunlar ayrı-ayrı şeylərdir. Hədəfin ölməkdir, hədəfin mübarizədir. Amma bilirsən ki, orada səni öldürəcəklər. Onda mübarizə uğrunda öldüyü üçün şəhid olursan. İmamın hədəfləri bu deyirdi. İmamın hədəfi üçün bunlar nəticə idi. Şəhadət və ya hökumət nə idi? Nəticə idi. Aydındır? Hədəfin nəticəsi idi. İmamın hədəfi nə idi? İmamın hədəfi yolunu azmış müsəlmanları öz yoluna qaytarmaq idi. Hədəf bu idi. Bu yolda ölsəydi şəhid idi, şəhadətə çatırdı, sağ qalsaydı, qalib gəlsəydi, xilafəti əldə eləyirdi, hökumət idi. Diqqət elədiniz? Yəni o ağzı göyçək insanlar ki, deyir ki, imam iki dənə ərəb bir-biri ilə savaşmışdılar, hökumət davası idi, filan idi. Bunların yanlışlıqlarının cavabı budur. Cavab budur ki, imamın vəzifəsi Allah der nədir? İnsanları bizim əmirlərimizə doğru hidayət eləsinlər. Düzdürmü? İmam indi vəzifəsini icra eləməlidir. Ona görə gəlin baxağın, Şamda nələr baş verirdi. Sosial şəbəkələrdə bizim əqidəmizə dil uzadanlar çoxdur. İmamımıza dil uzadanlar çoxdur. Bilirsiniz niyə çoxdur? Çünki onların cavabını biz verə bilmirik. Heç özümüz də bilmirik cavabını. Aydındır? Ona görə diqqət eləmək lazımdır ki, onların cavablarını verə bilək. O adamlar ki, durub deyir ki, İmam Hüseynin müharibəsi hökumət mübarizəsi idi, gərək cavabını verək. Onlar ki, deyək ki, nə bilim, İmam Hüseynin davası ayrı bir tayfa davası idi, qan davası idi, onların cavabını verə bilək. Verə bilmirik ki, uşaqlarımız gedib vəhhab olur. Verə bilmirik ki, uşaqlarımız gedib barda, kazinolarda əxlaqsız yuvalarının qurbanına çevrilirlər. Bu dərsi onlara verə bilmirik. Buna diqqət eləyib, qulaq asmalıyıq ki, evlatlarımızı doğru dürüst, öz əqidəmizə uyğun tərbiyə edə bilək. Ona görə, bəs imamın vəzifəsi nə idi? İnsanları doğru yola qaytarmaq. İmam Hüseyin əleyhissalamın zamanında artıq fitnə fəsad rəsmiyyətə çevrilirdi. Rəsmən təsdiq olunurdu. İndi var dünyada qanun qəbul ediblər. Düzdür? İki həmcinsin, yəni üzr istəyirəm ifadəmə görə, iki dənə üzdən iraq kişinin bir-biri ilə evlənməsi. Dünya bunu qanun kimi qəbul edib. Düzdürmü? İnsanlar da buna adi baxmağa çalışıblar. Gör dünya nə günə qalıb ha? Tarixdə var ki, Lut qovmu bu işlə məşğul idi. Allah Lut peyğəmbəri onlara göndərdi. Onlar peyğəmbərə qulaq asmadılar. O qovmi Allah yerlə yeksan elədi, məhv elədi. Cəzalandırılmış bir əməldir bu. Dünya bugün bunu rəsmiyyətlə tanıyır. Bir neçə ölkə var ki, onun nazirləri ondandır. Kişi kişi ilə evlənir. Fəsaddır. Yezidin dövründə də belə idi. Fitnə fəsad rəsmən tanınırdı. Qanunda qəbul olunurdu. Artıq ki, müsəlman bu işi görə bilər. Oturmuşdu xilafət kürsüsündə, peyğəmbər kürsüsündə, rəqqasə qadınları gətirirdi, məscidin içərisində rəqs elətdirirdi. Şərab içirdi, qumar oynayırdı və bunu rəsmiləşdirirdi. Deyirdi, bu bizim işimizdir. Əla ya əyyuhəs saqi ədrik əsaən və nəhvilha. Belə bir şeiri var idi. Ey, saqi nə durmusan, gətir o meyi süz, biz ondan ləzzət alaq. Bu Yezidin beyti da, yaxşı şeir yazmağı var idi onun. Yığırdı insanları, fitnə fəsadla məşğul olurdu.
İndi cəmaat da baxırdı, deyir də, xəlifə bu ilə məşğul olursa biz də ola bilərik da. Baxırsınız bir cəmiyyətin rəhbəri, məsələn bir məclisə girirsiniz, görsünüz ki, bir adam görür ki, molla paprız çəkir, deyəcək də paprız çəkmək olar da, molla çəkir, deməli olar. Niyə? Çünki o məclisin nümunəsi molladır. Yəni, sinifdə oturursan, müəllim oturub bir dənə hərəkət eləyir, uşaq deyir ki, müəllim bunu eləyirsə, deməli biz də eləyə bilərik. Müəllim onun üçün nümunədir. Xəlifə də o cür idi. Xəlifə də bir iş görəndə onun üçün, insanlar üçün nümunə idi. Və bu nümunə gəlib adiləşirdi. Yezid artıq bunu neynədi? İnsanlar üçün adiləşdirdi. Yezidin hədəfi bu idi. Muaviyyənin hədəfi bu idi. Bu zaman artıq insanlar ənənəvi İslam yaşadırdılar. Namaz qıl, oruç tut, qutadı, işin bundan bitdi. Da acından ölən, fağır, kasıb, fəsad törədən, bunların sənə dəxli yoxdur. Kim neydir eləsin? Demə, ay uşaq, o iş günahdır, onu eləmə. Demə, ay bala, məsələn, avararaq eləmə gidən, sən neyvə lazım? Yezid bu İslam insanlara təqdim edirdi. Ona görə İmam Hüseyin əleyhissalam neynədir? İmam Hüseyin əleyhissalam həcc ziyarətini yarımçıq qoydu, gəldi Kufiyə ki, öz mövqeyini insanlara çatdırsın. Baxın, Ərəfə günü, hacılar bilirlər də, Ərəfə bir həccin rituallarından biridir, əməllərindən biridir Ərəfə günü. Qurbandan bir gün qabaq. Cəmaat gedirlər Ərəfə çölünə, orada təvəqquf deyirlər, orada qalırlar axşama qədər və oradan köçülürlər Məşərül Hərama və sonra. Ərəfə günü Allah Peyğəmbərinin evladı həcci yarımçıq qoydu, Məkkədən çıxdı. Niyə? Bütün insanlar Məkkəyə doğru gəlir. Bütün insanlar həcc ziyarətinə doğru gəlir. Niyə çıxdı oradan? Bütün insanlara höccət tamam elədi. Sübut elədi ki, indi bu Kəbə evinin başına boş-boş fırlanmağın vaxtı deyil. Kəbənin təməlin sökürlər. Kəbənin dinini uçurdurlar. Kəbənin sahibinə qarşı çıxırlar. İndi etiraz vaxtıdır. İndi bura fırlanmağın vaxtı deyil. Ona görə həmən vaxtı çıxdı. Bütün insanlar baxdı ki, bütün karvanlar gəlirlər Kəbəyə tərəf, amma İmam Hüseyin əleyhissalamın dəstəsi, o vaxt yazıda 500 nəfərdən ibarət dəstə Kufə, Məkkədən çıxır. Müraciət eləyəndə imam bu cavabı verdi ki, bizim vəzifəmiz bu günləri dinindən çıxmış insanları dininə qaytarmaqdır. Haqdan dönmüş insanları haqqa qaytarmaqdır. Əxlaqsızı, əxlaqsızlığı əxlaq kimi insanlara sırıyanların o mənfur əməllərinə qarşı çıxmağın vaxtıdır. Yalancıların doğruluqdan danışmasını ifşa eləmək vaxtıdır. Saxtakarların düzlükdən danışmasını ifşa eləmək vaxtıdır. İmam bunları hamısını insanlara çatdırdı. Ona görə həmən vaxtı çıxdı. Bəs imamın hədəfi bu idi ki, yolunu azmış insanları yoluna qaytarsın. İndi ilk növbədə bizim vəzifəmiz burada nədir? Bir, özümüzü özümüzə qaytaraq. Yolumuzu azanlar, pis iş görən günahları var da, hamımızın günahı var. Kim deyər ki, günahımız yox? Hamımızın var. Kiçiyi var, böyüyü var, səhvən var, qəsdən var, gizli var, aşkar var. Günahlarımız var. Birinci budur ki, baxaq, imam bunun üçün qiyam elədi. Sinəmizə vururuq ki, ya Hüseyin, mən səynənəm, beyyət vaxtıdır indi. Deyək ki, imam, dildə ki deyirəm səynənəm, indi əməldə səynən olmağa gəlmişəm. Başlayaq o günahlarımızı bir-bir çəkinək o günahlardan. Haram gəlir, uzaqlaşaq. Yalan gəlir, duraq gedək oradan. Qeybət gəlir, qulaq asmayaq. Şeytan ilk növbədə, şeytanın işi bizi iləndir. Şeytan buradadır indi. Şeytanın o barda, kazinoda, restoranda nə işi var? Şeytanın orada işi yoxdur. Şeytan o heyət yığışır bir məclis olanda. Məsələn, bir toydur. Yığışıb şeytan baxır orada, deyir ki, gedən orada bir dava salağı. Ona şeytan baxır, nə toydur orada? Dünyəvi toydur da.
Yemək, içmək, arvad kişiyə qarşı, kişi arvada oynayan, tullanan, düşən hər şey var. Hərdən hacılar da qoşulur ora. Bir də görsən hacılar bir dənə şalakoy vurur ki, möhrü cibindən yerə düşür. Şeytan deyir orada nə azar öz var, kişilərlə özləri yoldan çıxıblar da. Mərhum Şeyx Müfiddən yazırlar bunu. Der bir gün yatmışdım, şeytanı yuxuda gördüm. Gördüm, çox qəşəng, səliqəli geyinmiş bir adamdır. Amma palçığın içindədir. Əlində də kəməndlər var, kəndir. Soruşdum, kimsən? Dedi, şeytan. O əlindəklər nədir? Dedi, kəmənddir. Bunu atıram adamların başına, kəmənd deyirəm, aparam pis yola, səhv yollara, günaha doğru. Gördüm, deyir, bir dənə də yekə kəmənd var əlində, amma qırıqdır. Soruşdum, o yekə kəmənd kimindir? Dedi, bu sən ustadın kəməndidir. Bir dəfə atmışdım başına, qırdı, qaçdı. Bir soruşdum, bəs mən kəməndim anı. Dedi, sən kəmənd lazımdır ki, kəməndsiz saxlamışam da səni. Bir də aldım, gördüm ki, sübh namazının axır vaxtıdır. Az qalıb ki, namaz qəzaya getsin. Deyir, sən kəməndsiz saxlamışam da. Sonra deyir, gəldim ustaddan soruşdum ki, ağa, belə bir yuxu görmüşəm, bu nə haqq hesabdır? Dedi, hə, düz deyirsən. Bir dəfə deyir, o məni Allahdır. Getmişdim bazara, ət almaq istəyirdim. Pulum qutardı. Üstümdə pulum qutardı. Cibimdə deyir, xumus pulu var idi. Xumus vermişdilər, onu sahiblərinə çatdırmalıydı. Xumus bilirsiniz də, namaz kimi vacib bir əməldir. Adam ildə bir gün xumus günü təyin eləyir, nə artığı qalıbsa, o il ərzində, xərclədikləri heç. O il ərzində nə artığı qalıbsa, 15-dən birini verir. Buna deyirlər xumus. Adındır. Məsələn, 100 matın qalıb, onun 20 matın verirsən, o pulun təmizlənir. O bir ildəki nə xərcləmsən, onlar da təmizlənir. Buna deyilir xumus. Deyir, bir nəfər xumus vermişdi mənə, qoymuşdum cibimə ki, bunu aparım müstəhəqqinə verir. Üstümdə deyir, pul qutardı, o xumusdan götürdüm, 1 kilo ət aldım. Ki, gedib evdə qoyaram yerinə. Gəldim, deyir, bazardan çıxmışdım. Birdən özümə gəldi ki, sən əminsən ki, gedib evə çatacaqsan, cəmaatın pulunu götürüb xərcləmişsən. Tez qayıtdım, əti qaytardım, pulu qoydum yerinə. Onda şeytan mənə vəsvəsə eləyirdi ki, niyə qaytarırsan, evdə qoyacaqsan da puldur. Bir də onun ötürü gedib evə təzədən bazara qaydası deyirsən ki, şeytan belə vəsvəsə eləyir. İndi şeytan buradadır. Oturursan, məsələn, qulaq açırsan, bir şey eləyirsən, birdən vəsvəsə eləyir. Qoy çıxın bir dənə zəng eləyim, gələrəm. Getdin ona zəng elədin, o sənə zəng elədi, söhbət uzandı, qeybət şirin olur, davam elədi, məclis qutardı, bir şey öyrənəcədin, əldən verdin. Və yaxşı bir işin dalıcan gedirsən, sənə vəsvəsə eləyir. Quranda ayə var, buyurur ki, hər hidayət qapısında bir dənə şeytan var. Dayanıb orada, qoymaz ki, adam o yaxşı yerə getsin. Məsələn, xəstəyə dəyməyə gedirsən, ya bir populyar bir misal çəkimi, bir adam içkidən tövbə eləyir, daha içməyəcəm. Tövbə eləyib. İndi gəlir uşağını evləndirir. İçmirək, içkidə haramdır, bilir, namaza da başlayıb. Şeytan ona deyir, bir ton araq içmirsən, cəmaata borcun var, o qaytarmayacaqsan. Çıxılmaz vəziyyət. Deyir, ki, uşağa toy elə, içkini ver, sonra gənə sən durmuşsan, araq durub da tövbə eləyərsən, verməzsən. Gördün, nətər Allah'da adamı? Baxır da birdən pul yığmayacağım, cəmaat pul salmayacağım. Min cür şeyləri salır beyninə, aparır onu zillətə. Qayıtmışdı, tövbə eləmişdi. Gənə həmən əməli başlayır raic eləməyə. Şeytanın işi buradadır. Hər hidayət qapısında var. Bir adama deyirsən namaz qıl, deyir sabah başlayacağım. Ay tövbə, şeytan qoymayacaq ona. Bir də görsən üstən 10 il keçib, o sabah elə gəlməyib, açılmayıb. Elə o namazı qılmır. Ona görə şeytanın işi buradadır, fəsad ocaqlarında yoxdur. Buradan istəyər ki, bizləri əli boş çıxartsın. Buradan istəyər ki, bizləri üzü qara çıxartsın. Ona görə də şeytan vəsvəsədədir. Həmişə bizləri bu yollardan çəkindir. Amma imamətin yolu
bizə bunu göstərir. Əmr eləyir ki, onlardan qaç. Onlardan uzaq ol. Aydındır? Bura nə qədər şeytan gəlsə də, qəlbimiz Allahla olandan sonra biz ona qalibik. Bunu İmam Hüseyin əleyhissalam göstərdi. Bütün insanlar, həcca gürr eləyib gedən insanlara İmam höccət itmam elədi ki, əgər həqlə batili tanımırsınızsa, sizin həcciniz qəbuldur. Əgər həqlə batilin haqqını, yerini bilmirsinizsə, onlara münasibət bildirmirsinizsə, boş-boşuna gedib gəlmirsiniz, pulunuzu boş yerə xərcləmirsiniz. Bəs İmam insanlara öz vəzifəsini anladır. İmam insanlara bunları öyrədir ki, insan necə olmalıdır. İnsaniyyətin gözəlliyini insanlara öyrədir. Ona görə də bu mübarək məclislər onun üçündür ki, biz onlardan bu şeyləri əldə eləyək. İmamın hədəfi bu idi. Hədəfi xalis İslamı insanlara təqdim eləmək idi. İmam bunun üçün zuhur elədi və bunun üçün də bizə iblağ elədi ki, bu cür müsəlman olmaq lazımdır. İmamətin hədəfi bundan ibarət idi. İmam Hüseyin əleyhissalam gəldi və Kərbəlada öz qiyamını elədi. Və insanlara çatdırdı ki, müsəlman necə olmalıdır. Və onun əks tərəfi, xəyanət əhli, yəni Kufə əhlinin xəyanəti olmasaydı, İmam bu müharibədə qalib gələcəkdi və hökuməti ələ alacaqdı. Bu nəticə idi. Və yaxud mövcud durum baş verdi və imama xəyanət olundu, imam tənha qaldı, şəhadətə getdi. Bu onun nəticəsi idi. Bəs imamın hədəfi nə idi? Ümmətin islahı idi. Və imam qalib gəldi. Kərbəla yeganə müharibə meydanı idi ki, orada ölən öldürənə qalib gəldi. Qan qılınca qalib gəldi. Yeganə müharibə idi. Bütün müharibələrdə həmişə öldürənlər qalib gəliblər. Niyə? Çünki öldürənlər öz hədəflərin yaşada biliblər. Amma Kərbəlada onun əksi oldu. Kərbəlada nədir? Ölən qalib gəldi. Niyə? Çünki öldürənin deyil, ölənin hədəfləri yaşadı. Ölənin hədəfi ki, bir qardaşlarımız deyirdi ki, dini yaşatmaq idi, din bu gün yaşayır. Bəs imam qalibdir. Amma bu gün nə Yezid var, nə törəməsi var, nə davamçısı var, hamı da ona lənət oxuyur. Yezidin hakimiyyəti imamdan sonra 2 il çəkmədi. 2 il, bəziləri 3 il sonra hakimiyyəti devrildi. Mərvanilər gəldilər hakimiyyətə. Hökumətə görə imam balasını öldürdülər, amma o da onlara nəsib olmadı. Ömər ibn Səd, Allah ona lənət eləsin, bilirsiniz kimin oğlu idi? Səd ibn Əbi Vaqqasın, İranı fəth eləyən kişinin oğlu idi. Peyğəmbər səhabəsi idi. Onun oğlu idi. Onu bilirsiniz kim öldürmüşdü? Muaviyyə İbni Əbu Süfyan, Yezidin atası Muaviyyə. Yəni bunlar düşmən idilər bir-biri ilə. Yezidin atası Ömər Sədin atasını öldürmüşdü. Düşmən idilər. Dünya gətirdi bunları elə bir vəziyyətə satdırdı ki, şeytan bunları elə kökə saldı ki, 2 düşmən birləşdilər, imamı öldürdülər. Dünya budur. Dünya bundan ibarətdir. Aşura gecəsi idi. İbn Ziyad, Ömər Səd fikirləşirdi. Deyir, xeymədə oturub Kərbəladadır. Əmr gəlib ki, bu işi qutar. Sabah hücum elə öldür imamı. Axşam oturub fikirləşir. Mən kimi öldürəcəm? Peyğəmbər balasın Ömər Sədlə İmam Hüseynin uşaqlığı bir yerdə keçib. Bir qabdan çörək yeyiblər. Biri Əlinin balasıdır, biri Səd ibn Əbi Vaqqasın balasıdır. Deyir, mən kimi öldürəcəm? Sonra fikirləşir ki, şeytan vəsvəsə eləyir. Mən öldürməyəcəm, başqası öldürəcək da. Yezid də demişdi ki, kim İmam Hüseyni öldürsə, Rey şəhrinin hakimliyini ona verəcəm. Göndərəcəm onu Rey şəhrinə. Rey şəhrin indiki Tehrandır.
Yəni bu Azərbaycan, Tehran, nə bilim bu ərazilər ki, İslamı qəbul eləmişdi o dövrdə, oranın mərkəzi Tehran idi. Tehran təhi Reyn deməkdir da, Reynin dibi. Rey də həmən oraydı. İmam Hüseyin də ona demişdi ki, Ömər Səd, o Reyin sarı buğdalarını dada bilməyəcəksən, qismət olmayacaq sənə. Amma bu da öz-özünə fikirləşirdi, mən eləməyəcəm, başqası eləyəcək. Elə ki, şeytan ipin boş bıraxırdı, gənə deyirdi ki, yox, mən bu işi görə bilmərəm, Peyğəmbər balasını öldürə bilmərəm. Yenə şeytan vəsvəsə eləyirdi, deyirdi, mən eləməsəm, başqası eləyəcək. Sabahacan yatmadı, get-gəl elədi bunu. Axırda şeytan ona qalib gəldi. Dedi, gedib öldürəcəm. Getdi, imamı öldürdü. Nə rey ona qismət oldu, nə hakimiyyət ona qismət oldu. Ki, məlumdur, Muxtarnaməyə baxmışsınız, ondan intiqam alındı sərt formada. Dünya yəni belədir. İmamın mübarizəsi bu adamları düz yola qaytarmaq idi. Görün, insanlar elə bir vəziyyətə gəlib çıxmışdı ki, imam öldürməyə hazır idilər. Sözümü yekunlaşdırıram, bir dənə nəticəyə gələk. Tut əlim, bugün Aşuradır, burada Kərbəladır. Bir tərəfdə Yezidin qoşunudur, bir tərəfdə imamın qoşunu. Biz hansında olacaqdıq? Bura Kərbəladır. Burada imamın Yezidin qoşunudur, burada da imamın qoşunu. Biz hansında olacaqdıq? İmamın qoşununda, dəqiq. Onu Allah bilir. Yox, onu özümüz bilirik. Baxaq görək ki, bu günləri ortalıqda bir 10.000 dolların söhbəti var. Bir balaca belə fırratson səyəndir. Adca fırratson səyəndir. Fırradacaqsan, fırratmayacaqsan. Ha? İnşallah ki, siz fırratmayacaq. Deyirik də, hə, əgər fırratmayacaqsa, orada yox. İmamın yanında yox. Fırradacaqsa Yecidin yanı, imamı özümüz öldürəcək. İndi bu mücərrət bir dənə misaldır da. Allah deyir ki, şeytan Adəmə səcdə eləmədi, onu öz dərgahımdan qovdum. Şeytan elə belə adam deyir da, məxluq deyir da. 6000 il Allaha ibadət eləmişdi. Mələklərin qabağında piş namaz dururdu. Elə belə oğlan deyir da, deyək ki, həmişə mərdim azadlıq elirdi. Yox, səmalarda mələklərə piş namaz idi. Amma təkəbbürünü o ilə ortalığa qoydu. Allah balaca onu sınaqdan keçirtdi, çaşdı. Yaxşı, bir dənə sual verim. Şeytan Adəmə səcdə eləmədi, Allah onu dərgahından qovdu. Bəs Allaha səcdə eləməyənləri Allah nə edəcək? Vay bizim halımıza. Vay bizim halımıza. İndi Allah deyir ibadət elə, biz də eləmirik. İndi imamın yanında olacaq, yoxsa Yezidi? Vallahi and içirəm, Allah haq deyirəm. Heç bir imamı kafir öldürməyib. 12 imamın 11'ini də müsəlmanlar öldürüblər. Hamısı namaz da qılırdı, oruç da tuturdu. Xəvaricin o lənətullah var idi, İbn-i Mülcəm əleyhisselamı öldürən. Onun deyir, dili zikr eləməkdən qabar idi. İmam öldürdü. İndi sabah imam zaman zuhur eləsə, biri deyəcək ki, yox, türk deyir, mən beyyət eləmirəm. Biri deyəcək, talış deyir, beyyət eləməyəcəm. Biri deyəcək, Azərbaycanlı deyir, beyyət eləməyəcəm. Biri deyəcək, fars deyir, beyyət eləməyəcəm. Hərə bir don gedirib, onun əleyhinə qalxacaq. Bəs imamın tərəfində o adamlar olacaqlar ki, bu günləri Allah deyən eləyirlər. Hər bir işdə Allah deyən eləyirlər. Aydındır. O qədər mollalar olacaq ki, İmam Hüseynin əleyhinə. Şurey Qazi kim idi bilirsiniz? O dövrün ədliyyə naziri idi.
nə bilim, hakimi idi, məhkəməsinin sədri idi. Özə Peyğəmbər sahabası idi. Fütva verdi ki, imam dindən çıxıb, İmam Hüseyin dindən çıxıb. İndi dildə demək asan da, mən də deyirəm ki, olaram, amma yox, əməllərimə baxaq, görək necəyik. Və sonda ona deyək ki, qiyamət günündə o məhkəmə, şahid, sübut, bunlar belə rəmzi xarakter daşıyır. Həqiqət bilirsiniz nədir? Hərənin əlinə bir dənə kompüter verəcəklər. Kitab balacadır. Bir dənə kompüter verəcəklər. Deyəcəklər ki, belə də QR kodu yüklə ora, oxu. Adam oxuyacaq oranı, baş qarışacaq. Orada o qədər şeylər oxuyacaq ki, dəhşətə gələcək. Soruşacaqlar ki, o əməlin sahibinə nə cəza verərsən? Özündən soruşacaqlar. Deyərsən, ən ağır cəzanı. Deyəcəklər, o sənin öz əməllərindir. O kitabın sahibi sənsən, o cəzanın sahibi sənsən. İndi qardaşın təbirindəsə, orada cəhənnəmə qaz çəkmiblər, od yandıralar, səhədə qazanın içində atalar. Yox. Zahida, Allah'ma məni, cəhənnəmdə od olmaz. Onlar ki, yanırlar, odu buradan aparırlar. Orada bizi yandıran əməllərimiz olacaq ki, kaş mən də bu işi görəydim, bu zillətin içərisində düşməyəydim. Kaş mən də pis işlərdən çəkinəydim, bu fəsad əhlinin içində olmayaydım. O yandıracaq bizi. 5 manat pulumuzu itirəndə nə qədər təəssüflənirik. Biri atır bizə, gözümüzün yuxusu kəsir. Sabahacan yorğanın içində fırlanırıq o ənbiyana. Yandırır da o bizi, düz değil mi? Cəhənnəmin də odu eləsinədir, daha şiddətlidir. Bizi yandıran o olacaq. Yandıran o olacaq. Gərəkdir bunları biz fikirləşək ki, bu əməllərimiz elə belə deyil. Vallahi dünya ilə burada qalıb, burada da qalacaq. Milyonçular, milyarderlər ölüb gediblər. Rockefeller var idi, Allah ona lənət eləsin. Aydındır, masonun başçılarından biri idi. Dünyanın bütün maliyyə sistemi onun əlindəydi. Hər gün özünə uşaq qanı vurdururdu. Nə oldu? Öldü. İraq məsciddən it ölən kimi öldü. Əli uşaq qanına batmış halda öldü, amma öldü. Biz öləcək. Onunki də qaldı, vardı öyrəti dünyada, bizimki də qalacaq. Amma biz yazımdır, elə bir həyat sürək ki, o imamın ləyaqətli yolunun davamçısı olaq.